Hər vaxt xeyir olsun əziz abituriyentlər, belə bir qəbul sualı var. Ümumiyyətlə, AND üçbucağına baxsaq, fikir verərsiniz ki, oturacaq 1-in 4-ə bölünübdür, 2, 4, 2. O zaman AMD də 4 olmalıdır. Çünki oturacaq hansı nisbətlə bölünürsə, sahələr də o nisbətlə bölünür. AMD-yə 4 dedikdən sonra bu dəfə də ADS üçbucağına baxmağınızı istəyirəm. Deməli, MDS 8, AMD 4-dür. O zaman sahələr 4-8 nisbətindədirsə, MC tərəfi ilə AM tərəfi də 4-8 nisbətində və yaxud 1-in 2 nisbətində olmalıdır. Yəni, mən A-dan M-ə 1K desəm, M-dən S-yə 2K deməliyəm. Dolayısıyla, buradakı bu böyük ABC üçbucağı ilə ANM üçbucağının da oxşar olduğunu nəzərə alsaq, belə bir nisbət əldə edərik. Əldə edədiyimiz nisbət budur ki, K-nın hamısına, yəni 3K-ya olan nisbəti 1/3 oxşarlıq əmsalıdır. Sahələr nisbətində isə oxşarlıq əmsalının kvadratı nəzərə alınır, yəni 1-in 9-a. Yəni ANM 1-dirsə əgər sahəsi, ABC ona oxşar olan böyük üçbucağın sahəsi 9 olmalıdır. Bizdən də SABC-ni, yəni 9 istəyir. Bu qədər.